Herkese salam, kanalıma və videoma xoş gəlmisiniz. Mən Asya. Bu video 10-cu siniflərə tövsiyə videosudur. Çünki keçən dəfə YouTube'da bir sual paylaşdım ki, nə haqqda video çəkməyimi istəyirsiniz? Demək olar ki, hər kəs yazmışdı 10-cu siniflərə tövsiyə videosu çək. Ona görə bu dəfə də istədim ki, 10-cu sinifə keçənlərə tövsiyə videosu çəkim. Və təbii ki, 10-cu sinifdən 11-ci sinifə keçən yayda nələr etməlisiniz, necə daha effektli keçirə bilərsiniz yayınızı, bu haqqda da danışacağam. İlk öncə başlamaq istəyirəm müəllim seçimindən. Çalışın 10-cu sinifdə bütün müəllimlərinizi dəqiq seçin. Yəni siz 11-ci sinifdə artıq hansı müəllimlərlə davam eləyəcəksiniz, bunu 10-cu sinifdə dəqiq seçin. Çünki 11-ci sinifdə başınız o qədər imtahanlara qarışacaq ki, yəni birinci stres olacaq, həyəcan olacaq, imtahana yəni gedəcəksiniz. Artıq siz 10-cu sinifsiniz. Ona görə müəllimlərə artıq vaxt ayırmayın. Yəni müəllim seçimi eləməyə vaxt ayırmayın. Çalışın 10-cu sinifdə artıq müəllimlərinizi seçin. Siz hansı müəllimlə davam eləyəcəksiniz, hansı müəllimin dediklərini başa düşürsünüz, izahını tam aydın başa düşürsünüz. Çalışın o müəllimlərlə artıq davam eləyin. 11-ci sinifdə ilin ortasından müəllim dəyişmək çox çətindir. Yəni dəyişsəniz belə o müəllimə alışmaq var, o ortama alışmaq var. Məsələn, ola bilər heç müəllimin izahını başa düşməyəsiniz. Ona görə çalışın bunu 10-cu sinifdə eləyin. Zaten 11-ci sinifdə məsələn çox vaxt müəllimlər uşaq götürmür də. Yəni məsələn ilin ortasından nəzərdə tuturam. Çünki artıq onlar proqrama başlayırlar və proqramın ortasından uşaq götürməkdə biraz çətin olur. İkinci olaraq demək istədiyim budur ki, 10-cu sinifdə qaydaları çox yaxşı oxuyun. Yəni qaydaları əzbər və başa düşərək artıq sonuncu dəfə oxumuş kimi oxuyun. 11-ci sinifdə də təbii ki, oxuyacaqsınız son dəfə proqramı keçəndə. Amma çalışın 10-cu sinifdə daha yaxşı oxuyun. Məsələn, qeydləri artıq kitabın üstündə qeyd eləyin. Müəllimlərinizin dediyi qeydlər ola bilər və ya testlərdə işləyəndə hər hansı bir qeyd ola bilər. Bunu elə kitabın üstünə yazın. Əlavə qeyd dəftəri, qayda dəftəri tutmağa ehtiyac yoxdur. Təbii ki, əgər qayda kitabınız varsa, amma məsələn, elə fən olur ki, müəllim qeydləri yazdırır. Müəllim ayrıca dəftər tutur. Məsələn, deyir ki, mən sizə qeydlər deyəcəm, onları yazın. Təbii ki, bu zaman ayrıca dəftər tuta bilərsiniz. Amma hansı ki, qayda kitabından oxuyursunuzsa, məsələn, biologiya dərsliklərdən oxuyursunuz, kimya, fizika, məsələn, qayda kitablarından oxuyursunuz və ya başqa fənlərdən, bu zaman çalışın qeydləri kitabın üstündəcə eləyin. Yəni, başqa əlavə bir dəftər, qayda tutmağa ehtiyac yoxdur. Elə kitabın üstündəcə qeyd eləyin və 11-ci sinifdə də bu sizin üçün daha rahat olsun. Yəni oxuyanda elə birbaşa qeydləri də kitabın üstündən oxuyun. Sınavlar mövzusuna gəlsək, sınavlardan bunu deyə bilərəm ki, 10-cu sinifdə çox ümumi sınavların üstünə düşməyin. Yəni tələsməyin ümumi sınavlar işləməyə. Çünki siz ümumi sınavlar işləyəcəksiniz. Məsələn, zəif yazacaqsınız. Bu sizi motivasiyadan sala bilər. Məsələn, çox səhviniz çıxacaq. İstər-istəməz motivasiyadan düşə bilərsiniz. Ona görə çox ümumi sınavların üstünə düşməyin. Amma məsələn, mövzu sınavları işləyə bilərsiniz. Məsələn, ilk 3 mövzunu keçibsiniz. İlk 3 mövzunun ümumi sınavını işləyə bilərsiniz. Və ya mövzular üzrə sınavlar işləyə bilərsiniz. Məsələn, mövzunu keçdiniz, onun sınavını yaza bilərsiniz. Təbii ki, belə sınavlar kitabı var da, yəni mövzu sınavları, ümumi sınavlar. Mövzu sınavları işləyə bilərsiniz və ya müəlliməniz özü də hazırlaya bilər. Məsələn, keçdiyiniz mövzulardan sınavlar hazırlaya bilər. Məsələn, onları işləyə bilərsiniz ki, yəni mövzunu mən necə başa düşmüşəm, necə mənimsəmişəm, özünüzü yoxlamaq üçün işləyə bilərsiniz. Amma ümumi sınavlara tələsməyin. Yəni bu sizi motivasiyadan salacaq və mövzu sınavlarında nələrdən səhviniz çıxırsa, qayıdıb o hissəni yenidən oxuyun. Səhvi yenidən işləyin, yenidən gedin o qaydanı oxuyun. Məsələn, qaydanın hansı hissəsində səhv eləmisiniz testdə, gedin onu yenidən oxuyun. Sınavda elədiyiniz səhvləri məsələn gedin başqa kitablarda da işləyin. O səhvin yəni üstünə çox durun. Sınavlar da elə bunun üçündür. Yəni elədiyiniz səhvləri yenidən işləmək, başa düşmək. Hər hansı bir səhv eləyirsiniz, üstündən keçməyin və yaxşı başa düşün ki, bir də o səhvi eləməyəsiniz. Və təbii ki, sınavlara da gedə bilərsiniz. OTK güvəni sınavlarına gedə bilərsiniz. Özünüzü imtahana hazırlamaq üçün gedə bilərsiniz. Yəni vaxt baxımından deyirəm. Qətiyyən motivasiyanızı da düşürməyin. Siz hələ 10-cu sinifsiniz. Qarşıda sizin bir iliniz daha var. Ona görə səhvlərinizdən nəticə çıxarın. Oturub onun üstündə pis olmayın ki, mən bunu niyə səhv eləmişəm, niyə bu qədər az yazmışam. Ondan sonra dediyim kimi səhvlərin üstündə durun. Bir də çalışın ki, o səhvi eləməyəsiniz. Yəni səhv eləməkdən qorxmayın. Amma elədiyiniz səhvi bir də eləməyin. 10-cu sinifdə sınavlara getməkdə bir yaxşı şey budur ki, siz vaxtınızı nizamlaya bilirsiniz də. Yəni artıq imtahanda məsələn vaxt problemi çəkməyəsiniz deyə.
İndi isə 10-cu sinifin yayından danışmaq istəyirəm. Yəni 10-cu sinifdən 11-ci sinifə keçən yayda nələr etməlisiniz? Mütləq şəkildə hazırlıqlara gedin. Mən bunu əslində hər videoda demişəm. Yəni bu günə qədər çəkdiyim bütün videolarda demişəm. Mütləq şəkildə yayda hazırlıqlara gedin. Çünki siz artıq 11-ci sinifə keçirsiniz və bu sizin son yayınızdır. Çox vaxt müəllimlər deyir ki, istirahət eləyin. 11-ci sinifdə çox əziyyət çəkəcəksiniz. İndidən istirahət eləyin. Təbii ki, 11-ci sinifdə əziyyət çəkəcəksiniz, yəni burası məlumdur. Amma 10-cu sinifdən də 11-ci sinifə keçən yayda elə bil yəni bu sizə verilmiş bir fürsətdir. Çünki 11-ci sinifdə artıq məktəb başlayacaq. Məsələn, sentyabrdan artıq məktəb başlayacaq. Məktəbə getməli olacaqsınız. Məktəbə gedəndə də məktəb yəni günün yarısını aparır. Yəni vaxtınız az qalacaq. Amma yayda düşünün ki, sizin səhərdən axşama qədər vaxtınız var. Ona görə bu son yayda dəyərləndirmək lazımdır. 11-ci sinifin yayında istirahət eləyəcəksiniz. Bütün imtahanları vermiş olacaqsınız və sadəcə istirahət eləyəcəksiniz. Son yayınızı da yaxşı dəyərləndirin ki, sonra peşman olmayasınız. Düzdür, çox müəllim hazırlıqları avqust və sentyabrdan başlayır. Amma əgər şansınız varsa tez başlayın və ya özünüz evdə oxuya bilərsiniz. Məsələn, özünüz proqram hazırlayın. Bölün məsələn mövzu. Məsələn, bu gün bunları oxuyacam, bu qaydaları oxuyacam, bu fənni oxuyacam. Bu şəkildə özünüzə proqram hazırlayıb özünüz də evdə oxuya bilərsiniz. Qaydaları oxuya bilərsiniz, qaydaları öyrənə bilərsiniz. Ki, bir də 11-ci sinifdə qayda oxumayın. Yəni üstündən keçin də, sanki üstündən keçərək oxuyun, təkrar kimi oxuyun. Çalışın qaydaları 10-cu sinifdə və yayda əzbər şəkildə oxuyun, öyrənin. Əgər videonu bəyəndinizsə kanalıma abunə olub videomu bəyənməyi unutmayın və aşağıda şərh bölməsində də video haqqında fikirlərinizi yazmağı unutmayın. Növbəti video nə haqqda olsun istəyirsinizsə yenə də aşağıda şərh bölməsində yaza bilərsiniz. Çoxluq nə desə o haqqda seçməyə çalışaram. Digər videolarda görüşənədək sağ olun.